Hər vaxtınız xeyir olsun qızlar, necəsiniz? Mənim ad günümdən də sonra yaxın dostumuzun, qoy deyim də neçə illik dostumuzun, 10 illik dostumuzun Maşallah. ad günüdür. Gəlmişik onun şad günündən. İndi birazdan gizli kameranı özü düşüb burada afisant tapmırıq. Öz işləyir. Düşüb bıçaq gətirmə. İndi gəlsin birazdan gizli kamera yerləşdirəcəm dostum. Biz hara getsək, əgər orada yelləncək varsa, mütləq Məryəm o yelləncəyə minməlidir. Hə, Məryəm, qəşəngdir. Əlvi möhkəm tut da vəsə. Sürətini artırmam ondan artıq, yaxşı? Yəni, şəkildə gəlmişik. Çox sakit. Ağacılığın içidir belə. Qəşəngdir bura. Məryəm də yelləncəyə görən kimi nə olar gedək mən yellənim. Məryəm də qırmaq olmaz da. Gəldim ki yellənsin. Delileri. Yudan arvadan. Başına akşam Gel oraya Meryem. Yudan arvadan. Benden oldu. Değil oynayalım. Herkese salam kızlar. Bugün tek çıkmışam. Atamın bacısıyla görüşeceğim. Onun yüksekte geçen bir yer var. Hap yeri. Oraya paracağım. Düştüm ki metro ile yedim ki seçeceğim. Şimdi metronu gözləyirəm. Metro gelsin. Oturup gedirəm. 28'de birleşip gideceğiz. Gittiğim mekanda çekeceğim sizlere. Ondan sonra da Məryəm arkamca ağladı. O da gelmek istedi. Sadece çatıra bilmezdi. Söz verdim ki ben gedirəm. Bir de seni dalımca getirsin. Sonra da Məryəm bir gelecek. Biraz doları gezdireceğim. Güneş karşısında falan ineceğim. Ondan sonra gideceğim. Çok da 2-3 gündür ki sizlə vlog paylaşmıram. Bugün geçen uzun bir vlog görüşeceğim. Bunun əvvəlinə də ad günümdən sonra da dostumuzun ad günüydü. Onu yerləşdirmişəm. O vlogumuzdu. Dedim arkasına da bunu yerləştirim. Uzun bir vlog olsun. Məryəm xanım gel kızlar geldi çıktı axırki yanıma. Orada kitabı açılan biz gedib eləyəndə çox çəkiliş eləmədim. Çünki gel mamam gel daha doğrusu. Biz atamızın bacısına mama dedik kızlar. Siz ne deyirsiniz? Bu tarafa getirdin. Siz ne deyirsiniz? Neyi görün? Biz bir mama dedik. Çox yerdə bir deyirlər ama bizim mama dedik. Deməli mamamı deyil. Nədə onadılar? Sosial insanlar deyil deyə çəkilişi falan. Onları ona göre çəkiliş falan etmədim. İndi Mərişgil gəldi yanıma. Bibigil də elə məndən də hal-hazırda bizlendilər. Məryəm xanıma qararam yemək olmağa. Ondan sonra bunları gecə düşəndə də mindirəcəyim güneş karselinə. Gedək xanım qız. Durmadan yeməsələr olmaz. Mama kızana. Bir şokolat. Bir tane şokolat. Mama. Mama. Gəldə ayrı fayda. Mama. Ha. Değil ben mama. Mama bir tane. Mavidən istəyirəm. Ama Kerim sen sarını da beğenerdin. Vanilyanı. Ödəniş kartını. Ben senin. Kızlar apalıram bunları güneş karselinə. Oram lezzet. Güneş karseli. Kızlar geçe dondurma aldık. Bayraq seyranında yerləşir. Baxın burada. Uşaqlara, Məryəmə, Kərimə pulsuz olacaq. Ama böyüklər üçün bir bilet olmaz. Ay mama. Hayca. Sarı oksiyi sardı. Mama. Hayca. Allah da sarı oksiyi. Kokostasının rengindedir. Ona göre alıp yoksa ağ yer. Naşırıq kızlar karselə. Baxın böyle burada bilinmir kızlar ama yavaş yavaş fırlanır. Bir de biletimizi alaq. Məryəm bura bir dəfə gətirmişəm. Məryəm sən xatırlamısan qızım? Laf balacaydın onda çünkü. Bir dəfə səndən bura minmiş mama bala. Mama. Hayca. Mama
Bura bağlıdır. Bağlı değil aşkım diyor. Buradan bilet alıp geçeceğiz. Gel. Ay mama kedi. Giriş oradan değil mama qurban. Buradan bilet aldılar. Biletimizi aldık. İndi yaxınlaşıb oturacağıq. Bula miyipler bir ha? Geldi, oturduk kızlar güneş karşısına. İndi yavaş yavaş. Qalxdıqca hər bir anın çəkəcəm sizə. Anne bu beledi. Uşaqlarda bir də mənim hazırlaşır da qızlar. Qızım getməyə. Hə, deyir qızlar gedirik. Orada pərişkini gözləyir. Bu gedir, mamadır, pərişdi. Qalxırıq. Kərim, necəsən? Necəsən oğlum? Olsa güzel. Məşq, gəl buradan oturaq, ora geçək görsənəcək. Qardaşınla oturaq, gəl. Mama kalkır. Qalxır. Ama bak traktör. Ən yuxarısında qızlar dənizin qəşəng mənzərəsi görünür. Daha doğrusu şəhərin dənizin deyirəm. Şəhərin qəşəng mənzərəsi görünür. Bakıya haçansa gəlsəz, mütləq və mütləq bir dəfə də olsa günəş qarşıya ilə minək. Şəhəri yuxarıdan qəşəng görmək üçün. Necədir Kərim, necədir Məryəm? Yaxşıdır. Yaxşıdır. Lap yukarı kalktık. Kalktık yukarı. Var be pencereden beri akıntı. Yox, oradan baxma qızım, o pəncərədən bax. Birdən bu İran o sinəsi olaraq çıxır, ona qurban. Oradan baxa bilərsən, hə, dur bax oradan istədiyin kimi. Ya deyib buradan belə Məryəm oturub baxa bilərsən ora qızım. Çevril, əlini tut bax oradan aşkım. Sən də Kərim bacının yanından durub oradan baxa bilərsən. Lap yuxarı qalxırıq, uca, lap yuxarı qalxırıq. Bu tərəfdə bayraq meydanıdır. Ondan. Adam götürür kızım ayrı. Aşağıda adam götürür. Ona kalmaz ki. Yok. Panikata kalmaz. Ama kere katık olmaz. Burada piknik videosu çekelim. Piknik videosu. Bunun içində elə piknikin süfrəsini açmamış qutarar. Bu niye doyundu? Çünki adam götürür kızım. Nefesim dayanmaz. Nətər dayandı səni götürdü? Çünkü adam götürür. Nefesim dayanmaz. Ay Yaxşı, mama. yaxşı. Ama nefesim dayanmaz. Dar hava niyə yoxdur? Ay mama. Ay can, adam götürür aşkım. Bura açıktı. Mumu qurban. Açıktı. Ama bağlamayıp açıktı. Gözlüğün atar açıktı. Gördüm. Məryəm Qəbələ də kanatıdır, mənə də belə yerdi. İşə düşürür Məryəm. Mama. Açan kalkalım. Kalkalım. Qalxır. Oo. Uzaya çıkacak. Şöyle bir. Allah. Amallah. Amallah. Mama. Qızlar, lap yuxarısına qalxmışıq, lap yuxarıdayıq. Lap yukarıdayım. Baxın, lap odur, kulminasiya nöqtəsinə çatırıq. O tərəfdə oturma Məryəm, xahiş edirəm. Qapı tərəfdə qorxuram qızım. Bu tərəfdə otur, həyat. Baxın, lap qalxmışıq, lap hündürdəyik. Ana hamı kımcık Orada oldu. 3 dənə binalardır. Buradan çəkin belə. Burada dəniz oldu. Wow. Wow. Ama da Belə şırımdan görünmür deyə dedim belə çəkin. yukarı. Hə, lap yuxarıdayıq qızlar, lap yuxarıdayıq. Lap amalar. Ama kalktı yukarı. Hə, ən üst var. Ən üstdəyik Məryəm bu dəqiqə. Karsiyanın lap təpəsində. O ana bu sürekli gelir. Ben korkmaya başlıyorum. Allah ben zombiler bastırıyorum. Gör. Ben zombiler bastırıyorum.
Lap yuxarı qalxdı. Buradan görün görüntü nə qəşəngdir. Mən uşaqlarla Ben zombindən qorxuram. mən uşaqlarla rəfiqələrimizlə əgər gəlsəz, burada o qədər qəşəng şəkillər, videolar çəkə bilərsiniz ki, Ay. rəfiqələrimizlə, hətta həyat yoldaşınızla mütləq gəlin. Xırda deyəməm. Hamı xırda oldu. O bulvardakı şey var, ev şeyi. Onu oxşadı. Hər yer kılıcı. Bax Məryəm, lap üstündəyik. Bax qızım, bax. İndi aşağı düşəcəyik. Bax, lap üstündəyik. Allah. Lap üstündəyik. Ən üstdəyik bu dəqiqə, ən üstdə. Mama qalxdıq yuxarı. Necə düşəcəyik aşağıya? İndi sədə aşağıya. Düşürük. Bu qədər maraqlıydı. Birinci, bu ikinci, 111-ci katdayıq. Sırda 72-ci katdayıq. O ana buradan lap gözəl görsənir manzara. Üzə kaçın lap təpəsinə gəlmiş. Lap ha. Azərbaycan Caş qızlar, karsel düşür aşağıya artıq. hara düşür doğdum deyil. Hala harda düşsün doğdum deyil. O kadar deniz yolu var ki. Manzaraya bu. Ay mama. Ay can. Mama doğdum deyil. Donmuyor həyatım, düşəcək indi. Ay burada nə qəşəng görünür ora. Mama. Ay can. Etine qoşurlar. Hə, dedim, bura nə dəxlisi bilmirəm. Manifest. Mama düşmür aşağıya. Düşür həyatım, bax düşür aşağı. Mama düşmür aşağıya. Kəmi faydalı. Elə başa düşürəm qızlar, birazdan karseli xarab olmayıb, bizim uşaqlar buranı xarab eləyəcəklər. Sizin oturun görüm sakit. Manifest. Ama bu istemiyor gidelim. O niye bu getmiyor? Görmürsən gedir Məryəm. Aha. Görmürsən gedir. Getmiyor mu? Gedir də bax ona. O qədər yavaş-yavaş gedir. Mama gidiyor yavaş. Və budur qızlar. Karselimiz dayandı, artıq düşürük. Fırlanda gəldi. Necə idi uşaqlar? Təəssüratlarımızı alın. Gözəl idi, hə? Bəyəndiniz? Bir de atılsa yaxşı olur. Hə, açılacaq indi. Bəyəndiniz? Ay daha nefesim kırıldı. Vlogumuzu qızlar burada da sonlandırıram. Neçə gündür vlog paylaşa bilmirdim. Bu aralar həm başım çox qarışıq oldu, həm də biraz üstümüzə sağlıq, nasaz kimi idi. Öz ad günümdən də sonra yaxın bir dostumuzun ad günü idi. Biraz başımız ona qarışdı. Biraz da müəyyən şeylərə başımız qarışdı. Dediyim kimi nasaz idim deyə hər şeyi bir arada çatdırıb eləyə bilmədim. Gözümdən də yəqin məlumdur ki, halım üstündə değildi. Bunları qısa-qısa sizlər üçün çəkdim ki, sırf bu vlogları da bu arada tam boşluq buraxmayım. Ən azından nə etmişik, hara getmişik. Qısa da olsa məlumatınız olsun. Bir dənə bir şey nəzərinizə çatdırmaq istəyirəm. Bir dənə dırnaqlarımı göstərim sizə. Orada rəylərdə mən baxıram, biz hər dəfəsində qaşıq falan paylaşanda 1-2-3 dənə xanımdır, eyni profildir. Atıb özün ortalığa hər dəfəsində dırnağınızı dəyişmirsiniz, dırnağınızı dəyişmirsiniz. Ay bax, ikincisi də ki, biz o çəkdiyimiz qaşıq videolarında hamısını onun belə deyim də biz həmən dəqiqə çəkdiyimiz an paylaşmırıq. Sizə qurban. Biz bir günü görmüsünüz necə yorğun görünürük, heç çatdırıb vlog çəkə bilmirəm. Biz bir gündə elə olur ki, 40-50 dənə sifarişi birdən hazırlayırıq, qaşıq sifarişini və onun 40-ını 50-sini də eyni gündə çəksək də eyni gündə editləyə bilmirik. Mümkün deyil. Onun bir videonun Pərvin nə qədər vaxtımız gedir? Baxın, çəkməyinə qızlar. Hələ bəzən o ki video uzun çəkir. Bəli. Baxın, çəkməyinə ən azı bir sifarişi yığmaq üçün, onu çəkmək üçün ən azı bir sifarişə 1 saata yaxın vaxtımız gedir. Bəzən uşaqlar yanımızda olur, səs çıxardıq. Bəli, bir sifarişi 2 saata güclə yığırıq. Yəni mümkün deyil. Yəni o siz hazır 1 dəqiqəlik videoya baxırsınız, elə bilirsiniz ki, hər şey ondan ibarətdir. Onu editləməkdə ən azı yarım saat bir video bizim vaxtımız Birinə, alır. ha. Bəli, və biz onun çəkdiyimiz 40-ını da çəkiriksə, 40-ını eyni gündə paylaşmamız yəni qeyri-mümkündür də. Yəni belə bir şey olmur heç bir vaxt. Sifarişi götürdüyümüz günü sırf səhifələrdə həmən günü risk Məsələn, 20 halda gün olub. bundan öncə çəkdiyimizin Bəli. sıra gəldi. Yəni risk hallarda olub ki, məsələn, alan valideyn deyib ki, mənim də kızım sırf istəyir ki, bugün onu paylaşası səhifədə görsün, yəni sırf səhifədə öz adını görmək istəyir. Elə xahişlər olanda biz onu araya salırıq, tez düzəldirik, səhifədə paylaşırıq çalışdığımız qədər. Yoxsa belə, yəni
elə sifariş olur ki, çəkirik, düzəltməyinə müştəriyə məsəl üçün deyirəm, videosunu müştəriyə atırıq, amma səhifədə paylaşmağa elə olur ki, 2 aydan sonra paylaşırıq, elə olur 1 aydan sonra paylaşırıq. Nəm elə olur dediyim kimi, müştəri xahiş edir, həmən görə payla. Yəni o demək deyil ki, bu dəqiqə mən 0 dırnaqdayım, dırnağım falan da yoxdur. Amma paylaşdığım videolar dırnaqlı videolardır. Bu o demək, blokları görəcəksiniz ki, dırnaqdayım. Amma bu o deməkdir ki, elə mən neçə aydır məsələn eyni dırnaqla gəzirəm. Allah gəzirəm. Elə lap gəzirəm. Məsəl deyirəm də. Lap gəzirəm, anayam, vaxtım yoxdur, işləyirəm. Valla sizdə heç o dırnağı da elətdirmirsiniz. Heç onu da elətdirmirsiniz. Elə dırnağınızın arasında çirklə də ortalıqda gəzirsiniz, yeməyi də bişirirsiniz. Heç onu yazanların çoxsu elədir. Yəni sizə nə, kimsiz ki, siz durub orada, yəni o boyda videonu, o boyda qəşəng video çəkirəm mən orada, sifariş hazırlayıram, gözəl məhsullar paylaşıram. Onu orada gözünüz görmür, o gözəllikləri gözünüz görmür. Bir də gözünüz görür mənim dırnağımı. Görün nə qədər aciz insansız, görün nə qədər bədbəxt insandır onu yazan. Bir də rəylərdə bizim qaşıq sifarişlərimizin altında bu falan yerdə 1 manatadır, bu falan yerdə 50 qəpiyyədir yazan xanımlar. Qurban sizə, gedin o 1 manat 40 dəfə demişəm, 41-cini yenə deyirəm. Gedin oradan alın, kim sizə qoymur ki? Yəni mən hər dəfəsində deyirəm, istifadə müddəti keçmiş mal satmırıq, yerli istehsal satmırıq. Heç kim tupoy deyil. Hamı da bilir ki, bu mal 1 manatlıq da ola bilər, 2 manatlıqda da ola bilər. Kimə də hardan sərf edir, oradan alır. Və normal satış edən insan heç o özü şeylər riskləri atmaz. Yadınızda saxlayın. Yəni zaten bilir ki, bu camiyyədə gəldisə bu mümkün deyil o. Alan insanlar keyfiyyətindən bilir. Bəli, bundan əlavə olaraq brenddir. Ən bahalı brendin belə lüks, premium, A klass, B klass hər cürə versiyası olur. Yəni satış belədir, biznes belədir. Sizə cibinizə hansı uyğundursa, gedin onu da alın. Qurban sizə. Siz məsələn deyirəm, gedib Dolce Gabbana kimi, Chanel kimi bahalı markaların rəylərində yazırsınız ki, sizin məsələn, onlar da markadır, amma aşağı səviyyəli markalar da onu kopyalayır da. Zara'sı olsun, Stradivarius olsun, o bir olsun. Gedib yazırsınız ki, Zara da sizdən ucuzdur. Ya Zara'ya götürüb yazırsınız ki, falan ucuzluq mağazası da sizdən ucuzdur. Yaza bilmərsiniz, sizi məhkəməyə verərlər. Yəni, qurban sizə. Ona görə səviyyəviz olsun, düşüncəviz olsun, danışıq tərziniz olsun, özünüzə lazım olmayan işlərə burnunuzu soxmayın. Yəni alırsınız, alın, almırsınız, sizi heç kim nə badar edir ki, götürüb onun altından siz onu yazırsınız. Sizə cavab verməkdən də, yəni qandırmaq da olmur, və həqiqətən də sizi başa salmaq olmur. Bu kimi səviyyəsiz hərəkətlərinizi yığışdırın. Bir gün boşbekar vaxtıma düşəndə dirəşəcəm, duracam qəsdinizə, tapacam kimsiz, burada rüsvay eləyəcəm, onda da deyəcəksiniz ki, Lola pis insandır. Aday, bura yığmışsınız, valla bura yığmışsınız. Sərf eləyir, alın, sərf eləməyin, almayın. Bir dənə də nüansı nəzərinizə çatdırım. Artıq dərəcədə xahiş edirəm sizdən. Yəni bunu burada son dəfə deyirəm, bir də deməyəcəm. Mənim bura qoyduğum nömrə mənim iş nömrəmdir. Mənim şəxsi nömrəm deyil. Mənim vaxtım yoxdur qızlar. Nə formada olduğumu görürsünüz də yəqin ki. Valla səhhətim bir yandan, 2 uşağım bir yandan, işimdə bir yandan. Yəni mən vlog belə görürsünüz də paylaşa bilmirəm. Götürürsünüz mənim buradakı iş nömrəmi, hansı ki mən onu iş üçün qoymuşam da, iş nömrəsi də bu. Yazırsınız ki, bir dənə mənə səs atın görün, bu həqiqətən mi Loladır. Gah biri götürür yazır ki, mənə Saadətin nömrəsini ver. Gah biri götürür yazır ki, Saadət niyə vlog paylaşmır. Ay sizə qurban olum. Başınıza dönüm. Bura mənim nömrəmdir, iş nömrəmdir. Bu kimi suallara mən cavab vermək məcburiyyətindəyəm. Xeyr, Saadət, inanın ki, çoxlu Saadəti də bezdirmişsiniz. Söhbət ondan getmirik. Başa düşürük, sevirsiniz, sevənsiz falan. Amma valla düşüncəsi, normal düşüncədə onunla insan düşünər ki, bu insanın şəxsi həyatında bizdən başqa da işi var. Yəni biz onu narahat edirik. Sevmək narahat eləmək deyil. Bu mənim iş nömrəmdir. Yəni sizin nə haqqınız var ki, götürürsünüz balaca uşaqların əlinə telefon verirsiniz, əcəb edirsiniz. O uşağın telefonuna nəzarət eləyin. Nəzarət edin uşaqlarınızın telefonuna. Bugün bir dənə az yaşlı uşaq telefonumuzu götürübdür nömrəmizə. Zəng elib, açmamışıq. İş nömrəsidir. Təbii ki, biz orada hər bir müştərinin zənglərə cavab vermirəm belə. Hər kəsin nömrəsinin zənginə açıb cavab versəm, mənim gün ərzində vaxtım çatmaz. Siz çox məntək, hər insanla 5 dəqiqə danışsam, bütün günümü mən itirirəm. Ona görə deyirəm. Bəli, yazın sifarişinizi yazın, qeydə alın. Nəysə, zəng elib də açmamışıq, bu sifarişləri zəhnlə qəbul etmirik, çünki yazılışla qəbul edirik. Götürüb yazıb ki, az, qanmaz, telefonu aç da,
Balaca uşaqdır. Səsi də uşaqdır. Saqqal nənəsi yazır. Durub neyniyəsən? Ana nəzarət eləmir telefona. Ağsaqqal nənəsi götürüb yığıb, üzr istəyib, bağışlayın, qurban olum. Yəni o boyda qadın bizim kimi yaşı az olan xanımlardan üzr istəyir. Niyə? Hansısa bir valideynin məsuliyyətsizliyi ucbatından, tək ki uşaq orada səsin kəssin, tək ki uşağı atım qabağına gedim 50 dənə orada hoqqa verimin dərdindən uşağına nəzarət eləmir, götürür elə ağsaqqal analar da bizdən üzr istəyir. Yəni xahiş edirəm, bu telefonu uşağınızın əlinə verəndə ona nəzarət eləyin. Eləməyəcəksinizsə verməyin. Yəni bunun artıq mən məsuliyyətini daşımıram. Kim bizi işdən kənar bura qoyduğumuz nömrəni yığıb narahat eləsə, ay nə bilim mən aç bilim sən lolasan, səsivi çıxart bilim sən lolasan, mənə hədiyyə ver, mən filan kəsin bacısıyam, mənə hədiyyə ver, qurban olum ayağının altında ölüm, mənə pulsuz nə bilim nə. Valla mən milyoner deyiləm, mən milyoner olsam işləmərəm. Bu balacaca ambarda günümün yarısını keçitmərəm. Gedərəm mən də xanım xatun oturaram, əl-ayağı quru çörəyimi yerəm. Mən bu işə ehtiyacım var deyə işləyirəm də. Mənim də sizin kimi belə pis çıxmasın. Vallahi məndən belə baxıram, elə artıq siz ki əksik deyilsiniz. Ya mən sizin nəyinizdən əksiyəm? Gedin siz işləyin də. Mən sizdən əksik qadınam ki, işlədiyim pulu, havayı qazanım sizə verim. Elə şey olur. Allah sizə də əl ayaq verib, mənə də verib. Mən necə əziyyət çəkirəm, siz də çəkin, zəhmət çəkin. 2 gün güncəli, 10 gün onun altını çəkin. Bəli, mən neçə gündür ki, inanın Allaha başım açılmır. Ətrafımda da məsəl üçün deyirəm, elə işlər olur ki, onu mən ihmal eləyə bilmirəm. Sağlığımdan keçirəm, o işləri görürəm. Ben bunu eləyirəmsə, siz də eləyin. O arada bu işimi də görürəm, pulumu da qazanıram. Yəni bununla bağlı bir də mən sonuncu xəbərdarlığımdır. Kim məni uşaq-muşaq yığıb desə mənə Saadətin nömrəsini ver. Saadət niyə vlog paylaşmır? Dəfələrlə soruşmusunuz rəylərdə, canlıda, videolarda. Hamısında demişəm ki, ay insan, Saadətin vaxtı yoxdur, başı qarışıqdır. Neynəsin? Bu insan balaca körpəsi var da, bunun da vallah balaca körpəsi var. Vaxtı yoxdur, alınmır. Və apardı Saadət ki, bir müddət bu işini qaydaya qoymaq üçün apardı ki, uşağını biraz qoysun. Ağcabədiyə getmişdi. Ağcabədi də gəlsin, işlərini qaydaya qalsın. Ana da ürəyə durmadı. Deyir, səhərə qədər Melis hiss elədi, nədirsə, Leyla yatmadı. Deyir, ürəyim durmadı, götürdüm, təzdən gəldim bura. Bu insan neynəsin? Sizə vlog çəksin deyin, uşağını atsın küçüyə. Elə şey olur, qurban olum sizə. O da müğənnidir, məşhur adamdır. İşi tək YouTube'dan ibarət deyil. Instagramda işi var, TikTok'da işi var. Reklamlara çağırırlar, salon çağırır, ora çağırır, bura çağırır, məclislərə çağırırlar. Balaca körpə uşaqla çalışır ki, onun hamısına çatdırsın, hamısına. Yəni vlogdur, çəkir, alınmır yığmağı. Çəkməyini çəkir, valla 1 iyunda da çəkdi, mənim ad günümdə də sürpriz elədi, onu çəkdi. Yəni çəkməyini çəkir, sadəcə alınmır da, yığa bilmir. Bu insan bunu çatdıra bilmir, köməkçisi yoxdur. İndi uşağına hal-hazırda yaxşı bir baxıcı axtarır ki, xanım, ki Melisə məsələn Saadətin öz yanında. Çünki ana ürəyidir də, istəmir, etibar eləyə bilmir kənarda onun uşağına kimsə baxsın. Özünün yanında onun uşağına kimsə nəzarət eləsin, baxsın, ödənişi ilə təbii ki, o da işlərini qaydasına qoysun. Bunu bir, az qalırsınız ki, yazığın evini basasınız. O gün biri məndən Saadətin evim var, neyəcəksiniz? Qapısının evini basacaqsınız ki, sən niyə vlog paylaşmırsan? Yəni bu nə dərəcədə düzgündür? İnsanların artıq şəxsi həyatına qədər müdaxilə edirsiniz. Olmaz belə. Yəni kimsə mənə bununla bağlı zəng eləsə, yığsa, yazsa, mənə Saadətin nömrəsini ver. Saadətin nömrəsini mən sizə niyə verməliyim? Evli xanımdır. O da mənim kimi iş nömrəsini səhifəsinə qoyub, işlə bağlı, məclislə bağlı yığırsınız, reklamla bağlı yığın. Bəli, yığmırsınızsa, yazıq hələ mən iş nömrəmi qoymuşam. Amma görün o sizin əlinizdən nələr çəkir. Valla. Çox vaxt görürəm ki, şey eləmir, yazıqdır ki, neyimdir. Yəni ayıbdır. Nəzarət edə bilmirəm dedim. Ayıbdır. Siz inanırsınız ki, Saadət sizin mesajlarınızdan onun o iş nömrəsinə o qədər yersiz mesajlar yazırsınız. Tapa bilmir. Məclislərin görə bilmir o. Görə bilmir, deyir, ay Leyla, neyim? O qədər mesaj gəlir ki, deyir, açıram. İçindən məclisləri tapa bilmirəm da, uşaqlıyam da, səbrim çatmır, atıram. Uşaqlıyım, gedir, bəli, on neçə dənə məclisdə çerez məndən yazıblar ki, mədəni bir xanım kimi yazıblar ki, Leyla xanım, məclislə bağlı bir Saadətlə necə əlaqə saxlayaq? Bilmişəm ki, yazıq telefona tapıb mesaja baxa bilmir, mən yönəltmişəm, mən köməkliyi eləmişəm, o məclisə gedibdir.
Yəni ayıbdır. Bu hərəkətlərinizi yığışdırın. Hamının şəxsi həyatı var. Siz boş bekarsınız çoxunuz. Yaşınız azdır çoxunuzun. Elə bilirsiniz ki, hamı boş bekar, telefon başında oturub ki, kimsə elə mənə yazsın, həmən də ona cavab verin. Valla elə deyil. Qarnımıza çörək yeməyə belə elə olur ki, valla yadımızdan bizim çıxır, yemək yemirik. Ona görə zəhmət olmasa, məsuliyyətli olun. Bu vəziyyətlə bağlı burada xəbərdarlıq elədim. Bu sonuncu xəbərdarlığımdır. Və bugün birini az qala WhatsAppda biabır eləmişdim. Yəni bir də elə bir şey olsa, Yaşlar var. bəli, nömrəvizlə, şəklivizlə paylaşacağım. Yəni çünki ayrı cür mən bacara bilmirəm. Ya uşaqlarınıza nəzarət eləyin, ya da ki bunun sonu artıq qanuna gedəcək. Qanuni yolla mən bunu həll edəcəm. Uşaqlarımızdan çox xahiş edirəm, istifadə edib. Bəli. Bəzi hallar özünüzü salmayın. Heç kim uşaq deyil. Uşağın əlinə telefon verirsiniz, bəli. Yazılışdır, hamımız oxumuş, biz ailə sabah. Nə niyə deyirəm ki, aynən. Oxumuşsa baxan kim bilirik nədir. Nə niyə deyirəm ki, aynən. Sağ Mənim olsun, nömrəm, saqqal bəli. adamı. Nömrəm o telefonda nə iş, nənənin də telefonu deyil, o valideynin telefonudur. Valideynin də gözəl xəbəri var. Deyirəm mənim nömrəmin orada nə işi var? Cavab verə bilmir. Uşaq mənim nömrəmi necə götürdü, yığdı o telefona? Cavab lap yığır. Uşaq valideyni bu qədərimi saymır, tanımadığı bir insanın nömrəsini yığır. Başqa bir şey olsa inanın ki, bu qədər böyütmərəm mən. Yazmağı. Hə, o qədər elə yazırlar, oxuyurlar, like edirəm. Ya mədəni yazan insana bir kəlmə çox sağ ol deyirəm, keçir gedir. Amma dayanmadan zəng eləyən, zəng eləməyə qırağa qoymuşam. Götürüb yazır ki, az qanmaz, telefonun zəngini aç da. Az özdə. Görün bu uşaq sözüdürmü, yoxsa böyüyün öyrədilmiş bir sözüdürmü? Şəxsən mənim uşaqlarım, mənim qorxumdan yad bir insana həyatı boyu sözü deməz. Heç Telefon bir vaxt. götürərlər, zəng deyər ki, qışqıra, amma telefon. Heç bir vaxt. Şəxsən mən uşaqlarım məni nə qədər sevirsə, o qədər də məndən çəkinir, məni sayır. Nə qədər mən onlarla yumuşağamsa, bilirlər ki, o qədər də ciddiyəm. Ayıbdır, uşaqlarınıza nəzarət edin. Nəysə qızlar, söhbəti çox uzatdım. Belə şeyləri mən sevmirəm, amma artıq məcbur qalanda, yəni məcburam ki, bunu paylaşım. Çünki inanın artıq buradayıq. Biz telefonumuza, bu iş nömrəmizi, bu YouTube'a qoyandan bu uşaq-muşağın əlindən işlərimizə konsantrasyon eləyə bilmirik. Bugün yazın axırda halımız deyib bacı, bu səfər al sən cavab. İnanın Nə ki, qədər olar? artıq cavab verə bilmirəm. Belə olsa, yəni YouTube-u da bağlayacağım, kökündən o nömrəni də oradan siləcəm. Yəni çünki yorulmuşam. Mən o YouTube-u ona görə açmamışam ki, mənim başım ağrısın. Ona görə açmışam ki, səhifəmizi orada da tanıdaq, məhsullarımızla tanış olun. Günlük həyatdan sizlərə vlog çəkək. Sizlərin nəsə bir maraqlı gələcək. Saadətin kanalında mən Saadət məndən vlog çəkəndə məndən bir yerdə Saadəti bezdirmişdiniz. Lola xanım kanal açsın, vlog çəksin, vlog çəksin, vlog çəksin. Axırda Saadət götürdü Türkiyədə özü özəli ilə o vlogu çəkdi, o kanala yüklədi ki, mən bir yerdən başlayayım. Amma nə oldu indi bəs? Lola xanım kanal da açıb, vlog da çəkib. Bundan mı ötürü ki, dayanmadan götürəsiz, yığasız? Yəni uşaqlarınıza nəzarət edin. Sözüm burada yetişkin xanımlara deyil, onlara mənim ürəyimdə qurban olun. Yetişkin xanımların hamısı həqiqətən yazanda da mədəni yazır, fikir bildirəndə də mədəni bildirir. Bu sırf az yaşlı uşaqlaradır sözüm. Nəysə qızlar, indi ad gününə gedirik, Aygüngilə gedirik, Aygün Rəşmingilə gedirik. Aygünə də bugün elə getmişkən kanal açacağım, kanalı sizlərlə bölüşəcəm. Onu da istəsəz YouTube üzərindən izləyərsiniz. Qəşəng maraqlı vlog çəkməyə çalışacağım orada da. Yəni ad günə gedirəm, mənim halıma, üzümün halına baxın. Gedək biraz hazırlaşaq, üzümüzə falan rəng gəlsin. İzləmədə olun, sabahda o vlogumuzu bölüşəcəm. Yaxşı qızlarımız, yaxşı ki varsa sizləri sevirik. Çox sevirik. Bəli, aktiv olun, aktiv olanda həvəsli oluruq. Görürsünüz, ard-arda vlog çəkirəm onda. Düzdür, bu bir neçə gündə dediyim kimi nasaz idim deyə çəkməmişdim. Amma aktiv olsanız, bugün indi bu vlogu vurdum, sabah Aygün Gildə olan vlogu vuracağım. Növbəti günə də maraqlı bir-iki pərdindən ağlımızda çəkmək üçün vloglar var ki, onları çəkəcəyik. İzləmədə qalın. Sevirik sizləri. Hələlik.